Ərəb xilafəti ilə Sacilər dövləti arasında müharibəyə səbəb oldu. Yusif ibn Sacın müstəqil siyasət yeritməsi. Bəli, Yusif ibn Sac 912-ci ildə Ərəb xilafətinə xərac göndərməyə dayandırır. Bu vaxta qədər onlar 120 min dinar məbləğində xərac ödəyirdilər. Bu xəracı ödəməyə dayandırır və müstəqil siyasət yeridir. Buna görə də Ərəb xilafəti onun üzərinə ordu göndərmişdi. Cavab A bəndi. Digər variantlara baxsaq, Sacilər dövlətinin Şirvanşahlar dövlətinə asılı vəziyyətə salmışlar, amma bu Ərəb xilafəti ilə müharibənin səbəbi deyildi. Dərbənd səddinin möhkəmləndirilməsi, Sacilər bəli Dərbənd səddini möhkəmləndiribdilər, lakin bu da müharibə səbəbi deyildi. Cənubi Azərbaycanın Salarilər sülaləsinə iqta kimi verilməsi, belə bir nüans ümumiyyətlə yox idi. Cənubi Azərbaycan Sacirə iqta kimi verilmişdi, Əbu Saca. Mərzban ibn Məhəmmədin öz adına pul kəsdirməsi. Mərzban ibn Məhəmməd Salarilər dövlətinin hökmdarı olubdur. Sacilər dövlətini süquta uğradıbdır, öz dövlətinə qurubdur. Bu da səbəb deyildi. Cavabımız A bəndi.